Hoş gördük sizi, öz dostlar. Mən sizə bu günləri Avstriyanın Gilgen kəndindən, küçük bir kəndindən bəzi şeylər göstərmək istədim. Kənd çox da böyük deyil, çox kiçikdir, amma çox gözəldir. Yarım saata kəndi bütün gəzmək olur. Mən də qısa bəzi yerləri sizlərə göstərmək istədim. Yəni, biz başqa kəndə gedəcəyik buradan. Yəni, buradan başqa ora gidiş yolu olmadığına görə qayıqla oraya getməyimiz lazımdır. Kəndin üçün biraz gəzib sizlərə göstərmək istədim. Belə bir kiçik, gözəl, səliqəli, fərqli görürsünüz. Kəndin içində hər bir şey var. Bankdır, xəstəxanasıdır, məktəbidir. Məktəbini də birazdan sizə göstərəcəm. Yəni, fərqli bir şey. Burada biraz yollar qarışıq, yəni velosiped, maşın, yəni kənddir, hər şey, yəni kimsə kimsəyə mane olmur, görürsünüz təxminən. Burada kəndin sakinləri milli geyməyə daha üstünlük verir, bizimlə salamlaşdı. Buradan da biz artıq dəniz qırağına çatırıq. Mən takip edin, dəstək olun ki, gələn şeyləri sizinlə paylaşa bilim. Bir çox yerləri sizinlə göstərməyə çalışacağım. Bu da onların məktəbi. Yəni, küçük, balaca, gözəl, səliqəli bir məktəb. Sakit, kənd çox sakit idi, çox təmiz idi, çox gözəl idi. Buradan da gəldik biz çay qırağına, göl qırağına. Buradan da başqa kəndə qayıqla gedəcək. Gələn görüşlərə gəlin. Məni takip etməyi unutmayın. Təşəkkürlər. Görüşənədək.